Salamlayıram əziz izləyicilər sizi. Böyük gələcək kiçik addımlarla verilişin növbəti qonağı Məcid İbrahimovdur. Salamlayıram Məcid İbrahimov səni. Salam. Neçənci ildə harda dünyaya göz açmısan? 2015-ci təvəllüd Bakıda doğulmuşam. Neçə yaşından futbola başlamısan? 9. Hazırda oynadığın futbol klubu hansıdır? Birinci Araz Bakıda oynamışam, sonra Ruhum komandası. Araz Bakıda neçə nömrə formaya çıxış edildi? 11, Bəs indi? 77. Məcid, futbola necə başladın? Yəni kimin təkidi ilə və yaxud da öz istəyinlə mi? Uzun futbol oynamaq sevirdim. Xəyalım oldu futbol Arzu. oynamaq. Atama demiş mən futbol yazdım. Və indi artıq Məcid İbrahimovsan. Yəni Ruhum komandasında kifayət qədər yaxşı futbolçulardan birisən. Yadda qalan bir oyun varmı Araz Bakıda oynayarkən? Zirək. Zirəyə qarşı. Bəs Ruhum komandasında? Ulduzla 9-9. Yoldaşlar. Çox əvvəldən çıxış. Yadda qalan bir qolun varmı Məcid? Ulduzla. Azərbaycan çempionatında. Yoldaşı oynadı. Var mı elə bir? Efa ilə oyun. Neçəsi bitmişdi oyun? 8-1 olmalı. Neçə qol vurmuşdu həmin oyunda? 1. Bir gol olmuş. 1. Bir gol, bir asist. Aydın. İbrahimli ve gol! Komanda yoldaşlarından ən bəyəndiyin futbolçu kimdir? Canan. Cananlı. Yaxşı anlayabilir misiniz birisi? Yəni birisi başa düşün. Hə. Yadda qalan oyunu Efa ilə qeyd etdin. Hə. Oyun, bəs elə bir möhtəşəm bir qolun varmı ki, heç vaxt xatırından çıxmaz? Möhtəşəm bir qol vurmusan. Mən xatırlayıram, amma sənin xatırlamaq istəyirəm. Yoldaşlıq oyunları. Fərq etmir. Yoldaşlıq oyun ulduzla oyunda. Kəllə qol. Başla vurmuşdum. İkinci mərtəbədə xatırlayıram. Mən də əminəm heç. Ayxan Nəcəfi. Əla görür. Qapaq. Suna başla. Cərbə və gol! Məcid İbrahimli. Sözün hər iki mənasını baş edir. Komandanın ən disiplinli futbolçusu hansı kimdir? Necə deyək? Bütün qaydalara riayət edən, bütün qaydalarla əməl edən futbolçusu kimdir? Ayxan. Bəs ən tənbəl futbolçusu kim? Sadiq. Sadiq. Ən tənbəl futbolçusu. Komandanın qapıçılarından razısanmı? Nədir qapıçılar sayı bilərsən? Aydın. Canan. Yəni daha çox Aydın dayanır da qapıda. Bildiyim qədərilə Aydın zədəlidir. Bəli, Bir müddət sıradan zədəli. çıxır. Meydana qayıdır. Xeyr. İnşallah tezdən qayıdar. Şəfasını bilir. İnşallah. Azərbaycanda hansı klubda çıxış etmək istəyərdin? Sabah. Sabahda çıxış etmək istəyərsən. Və Avropada? Real Madrid. Real Madrid. Bəyəndiyin futbolçu kimdir Avropada? Cristiano Ronaldo. Cristiano Ronaldo. Əgər sənə 11'lik qurmaq şansı verilsə, kimləri qurarsan? İlk öncə qapıdan başlayır. Qapıda Buffon. Buffon, aha. Müdafiə. Sağda Cafu. Solda Roberto Carlos. Stoper. Ramos. Maldini. Aha. Yarım müdafiə. Yarım müdafiə. Arkada Xabi Alonso. Aha. Maradona. Aha. Iniesta. Bəs isim xəttə. Orta Nazario Ronaldo. Solda da Cristiano Ronaldo. Sağda isə Sağda Lionel Messi. Lionel Messi. Maraqlı bir heyət idi özünə görə. Bəs o komandanın adını nə qoymaq istəyərdin? Rafa. Rafum komandası. Özü o futbolçulardan hansı birini meydana çıxarılan yerdə oynamaq istəyərdin? Heç. Yəni o futbolçular toxunulmazdı, nöqtədir. Futbol nöqtələri. Yaxşı. Baş məşqçi kim oynamaq istəyir? Guardiola. Pep Guardiola. Ölkə çapında əgər mübarizə aparsan, milli seçim hüququ olsa, hansı millidə çıxış etmək istəyir? İspaniya. İspaniya. Maraqlıdır. Yaxşı. Bəs sənin İspaniyanı seçməkdə səbəb nədir? Sevdiyim futbolçular çoxdur İspaniyada. Yəni onlarla bərabər eyni meydanda mübarizə aparmaq istəyirdim. Sırf buna görədir. Başqa bir seçim yox. Canan ötürmənin gözəlliyi var
və top oradadır. Məcid idi bu. Bu topa göndərən. Sevdiyin ölkə bəs hansıdır? Sevdiğim ülke Azerbaycan. Sevdiyin yemək növü varmı? Var. Yeməklə aran yaxşıdır mən bilən. Mənim kimi yeməklə aran yaxşıdır. Hansı yeməyi xoşlayırsan? Aş. Plov, yəni aş. Milli mətbəximizin şah yeməyi. Bəs sevdiyin maşın var mı? BMW. Mən sənə hesab bitməyəcəyə qədər aş versəm, plov yəni versəm. Sayı məlum olmayan qədər BMW və istədiyin ölkədə yaşamaq hüququ versən. 10 il həmin ölkədə yaşayırsan Yox. və 10 il Yox. yaşayacaqsan həmin ölkədə, 10 il BMW sürəcəksən, bəlkə futboldan uzaqlaşacaqsan. Nə istəsən veriləcək. Xəyalı olaraq nə istəsən veriləcək. Yox. Futbol sənin üçün nə anlama gəlir? Məcid İbrahimov deyəndə, futbol deyəndə nə anlayır? Nə başa düşürsən? Yəni, futbol sənin üçün nədir? Sevici. Bunu dedim, yaxşı bir sual vermək. Sevdiklərindən, valideynlərim, atan da ana. Atam. Futbol sevirsən daha çox. Desə ki, futbol oynamaq, onda necə olacaq? Oynuyor. Axıra. Qarşı çıxarsan. Olubmu ciddi bir zədən? Xeyr. Olubmu yorulmusan, kənmisən artıq futbol oynamaq istəməmisən? Xeyr. Elə bir hal olsa, ciddi zədə olsa, futboldan uzaqlaşmaq riski ilə üzrə qalsın. Riski gözə... Sağalıb yenə davam edə bilər. Yaxşı. Hazır Rəşid Tağıyevin məşqlərində varsan. Çətindirmi Rəşid Tağıyev görmək? Bəli. Hansı yönləri çətindir? Yəni, hansı cəhətdən daha çətindir? Qəşəng keçirmək, amma biraz çətin olsa da, Sizcə? çətin olsa da keçirik də. Həftə neçə gün məşqə gedirsən? 5. Əgər qeyd etsək ki, sənin tətilində, məktəbli tətil günlərində tətil olmayan vaxtda 5 dəfə həftədə məşq olmaq çətindirmi? Dərsinə, təhsilinə mane olurmu? Olur, amma mən bir dərs tez Müəllimlər, sinif rəhbərinə və direktoruna buradan təşəkkürünü bildirə bilərsən. Buyur. Hansı? Kimi, hansı müəllimənin adını qeyd edə və təşəkkürünü bildir. Sinif rəhbərimiz Mahirə xanımdır. Təşəkkür edirəm buradan. Direktorumuz Yeganə Xanımcı, onlara təşəkkür təşəkkür edirəm. ki, səni belə anlayırlar. Onlar da görüblərmi sənin istedadını? Bəli. Məktəbdə turnirlər olduğu zaman komandalar səni görəndə sənin oynadığın komanda güclü mü bilirlər, yoxsa zəif mi bilirlər? Güclü bilirlər. Çünki sən mübarizə aparırsan. Meydana mübarizə aparanda Məcid İbrahimovdan necə qorxmaq lazımdır? Yəni, bu futbolçu olaraq. Ən güclü yanı. Zərbələrin çox böyük. Bəs sürətin? Sürət. Sən sinifdə oxuyurdun, sən qeyd etdin? 6 yaş işte. 6-cı sinifdə oxuyursan. 12 yaşın tamamlanmaq özlədir demək olur. Mən tamam. Bu illəri 7-7 mübarizə apardınız meydanda. Keçdik. Və artıq böyük futbola. Oynamısan böyük futbolda məncə bir neçə dəfə. Özümü Çətin bir yanları varmı? Xeyr. Yəni sənin üçün çox rahat. Özündən böyüklərlə bu fikri tamamla. Rufum 2014-lərində də oynamışam. Allah 9-9'a tax. Ona görə oynamışam da mənə rahatdır da öyle oynamaq. Çox oynamışam. Yorğunluq olurmu? Böyük futbolda təbii ki, Olur. meydan olaraq. Olur. Əgər hava şəraitindən həm yağışı, həm soyuğu, həm də istini nəzərə alsaq, sənin üçün hava şəraitində ən çox hansı havada mübarizə aparmaq uyğundur? Yəni daha rahat. Mənə yağışda rahat ol. Necə? Yağış. Yağışlı havanı xoşlayırsan. Əsl futbolçular çiskin yağış olsun, qapıçılar üçün sərvə. Sunaq. Yaxşı. Elə bir oyunun olubmu, həmin oyunda çıxmısan oyununu alınmı? Qarabağ. İstədiyin performans var. Yaxşı, bir dənə elə bu sualın tam antonimini verim. Elə bir oyun olubmu, həmin oyunda gözlənti olmamısan, amma meydana çıxmısan, möhtəşəm çıxış etmirsən. Olubmu elə bir oyun? Meydana çıxmırsan, kifayət qədər yəni çox olub, anladım. Məcid, mən sənin oyunları kifayət qədər şərh etmişəm.
Ən yaxşı şərhim yadda qalıbmı? Mənə hansı şərhim oldu? Mənə də çox maraqlıdır. Bütün şərh İsmail çox yaxşı oldu. Minnətdaram sənə, təşəkkür edirəm. Yox, mənə sənin dilindən tərif həqiqətən də dəyəri misli olmayan xəzinə kimidir, həqiqətən də. Məsələn, Azərbaycan futbolunda və dünya futbolunda hansı dəyişiklikləri, islahatları etmək olar ki, futbol inkişaf etsin? Çoxlu stadion, təbii ot, çox güclü müəllimlər, məşqçilər. Gənc kadrları yəni və futbolu bilənlər iki amil olmalıdır. Gənc müəllimlər olmasa da istedadlı kadrların bu şəkildə olmalıdır. Bu neçə dəqiqə ərzində bərabər olduq və səmimi, rahat cavab verdim. Heç bir həyəcanım yox idi. Çox əla idi. Veriliş haqqında düşüncələrim. Əla idi. Nədən ən çox hansı sualdan zövq aldın? Hamısını oldu. Sənə uğurlar arzu edirəm, Məcid İbrahimov. Bəzən Hüseynli olaraq sənin soyadını çətinlik çəkirdim, amma İbrahim olaraq bilirdim. Uğurların bol olsun Məcidcan. Yolun açıq olsun. Bütün bu çətin yolda, məşəqqətli yolda sənə uğur arzu edirəm. İnanıram ki, çətin də olsa bu yolda sən uğur əldə edəcəksən. Uğurların bol olsun. Minnətdaram sənə. Dəyərli vaxtını mənə sərf etdiyin üçün uğurların bol olsun. Təşəkkür edirəm.